Sual oldu indi. Bərdə rayonda qəbulda rayon adı olduğu halda mən niyə qəbul etmirəm? Bərdə rayon prokurorluğu niyə məni qəbulda siyasına qeydiyyata yazmadı? Kanal 21-in hüquq şöbəsinin müdiri Elzamin Mamedov aprelin 3-də Tərtər rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etmək üçün əvvəlcədən bütün məlumatlarının qeyd edildiyini, lakin buna baxmayaraq qəbul günü onun müraciətinə baxılmadığını və görüşə buraxılmadığını bildirir. O qeyd edir ki, təkcə özü deyil, siyahıda adı olan bir çox digər şikayətçi şəxslər də qəbul edilməyib. Elzamin Mamedov aidiyyəti qurumlara və baş prokuror Kəmran Əliyevə müraciət edərək Bərdə rayonu və ətraf bölgələrdə baş verən qanunsuzluqlarla bağlı şikayətlərinin olduğunu diqqətə çatdırır. Mən Mamedov Elzamin Yusufov, Bərdə rayon Qaradağlı kəndi yaşayıram. Əslən Kəlbəcər rayonundan köçkünəm. Mən keçmiş mən görüşürəm. Mən Azərbaycan Respublikasının Baş Prokurorluğu hörmətli Kəmran Əliyev cənablarına elektron formada müraciət etdim ki, Tərtər rayonunda 3 apreldə vətəndaşları qəbul edərkən mən də qəbul etsin. Bərdə rayon prokurorluğunda Seymur müəllim prokurorluq köməkçisi mən qəbul etdim. Ərinə yazdılar ki, bəli, qəbula gedəcəksən. 3 apreldə mən Tərtər rayonunda olarkən məlum oldu ki, mənim adım siyahıda yoxdur. Siyahıda olmama 2 səbəbi mən belə düşünürəm. Birinci, Seymur müəllimin Bərdə rayon diaqnostika mərkəzinin həkimi, hafiz həkimi 2 dəfə sınıfla apardığımız xəstədən, suortda ilə gedən xəstədən pul istəməsinin səs yazısı olsa da töhmətlə yekunlaşmışdır. Elə Seymur müəllim, sənin apardığın işin özü töhmətdir, əgər anlansaz. Rüşvət nə vaxtdan töhmətlə əvəzdə olunur? Bunu qoydum qırağa. İkinci, mənim tələbim, əsas tələbim ondan ibarət idi ki, Tərtər rayon prokurorluğunda deməli, Kəlbəcər rayon sakini Yusifli Vali Faciloğlu və Bəylərli Elsever Ardınoğlu Göranbay rayonunu tutub cinayət işi başlanır, verirlər Tərtərə. Tərtər rayonunda aparıb prokurorluğa sanksiya çıxartmağa, Tərtər rayon prokurorluğu yeni gəlmiş prokurorluğu sanksiyadan imtina edir. Mən Kanal 21 hüquq şöbəsinin müdürüyəm. Yəni söhbət ondan getmir, jurnalistika kimi yox. Ümumiyyətlə, bəzi ictimai fəal kimi fəaliyyət göstərirəm ki, rayonlarda olan haqsızlıqlar, qanuna zidd əməllər, hörmətli prezidentimizin, əvəz edilməz prezidentimizin dediyi kimi daimi diqqətdə saxlayaq, ictimailəşdirək, cənab prezidentimizin diqqətinə çatdıraq. Təsvirlər olsun ki, bu hallara prezidentimizin göstərişinə Tərtər rayon prokurorluğu və Bərdə prokurorluğu zidd çıxaraq, məni qəbula yayındırdılar, məni qəbula qoymadılar. Hətta saat 12-də hörmətli Kəmran müəllim qəbuldan işi bitirmiş hesab edilib getdi. Köməkçiləri qaldı orada, ərizələri yığdılar, baxdılar, mən ərizə vermədim. Çünki mənim şikayətim prokurorluğun, birbaşa prokurorluğun əməl və hərəkətlərlə olduğu üçün birbaşa cənab Kəmran müəllimə ərizəni təqdim etmək istəyirdim. Təsvirlər olsun ki, bu da mümkün olmadı. Əgər adam çoxdursa, hörmətli Kəmran müəllim, əgər adam çoxdursa, 3 rayonu onda qəbul etmirlər, ikisini qəbul edin, 3-ünü qəbul edin. Bəs o bir rayonlarda da qəbullara gələndə deyirlər ki, güya sizin yaşadığınız rayon adı qəbul siyasında olmadığına görə siz qəbula düşə bilmərsiniz. Sual oldu indi. Bərdə rayonda qəbulda rayon adı olduğu halda mən niyə qəbul etmirəm? Bərdə rayon prokurorluğu niyə məni qəbulda siyasına qeydiyyata yazmadı? Çox maraqlıdır ki, Allah qorusun Azərbaycan Respublikası Daxili İşlər Naziri hörmətli vilayət cənabları. Mən onu daimi deyirəm, bu günlər deməyə borçluyam. Necə olur ki, Daxili İşlər Naziri gəlir, 8 rayonu, 9 rayonu olur, qəbul edib, o rayonlardan başqa, kənar rayonundan nə qədər vətəndaş gəlirsə hamısını qəbul edir. Necə olur bu çatıra bilir, 2 gün, 3 gün oturub qəbul edir, 3 gündə 500 adam qəbul edir. Yüksək səviyyədə qəbul etdiyi adamların da şikayətinin 90% həll olur. Təəssüflər olsun ki, baş prokurorluğun qəbullarında biz bunları görmürük. Hörmətli prezidentimiz deyir ki, yerlərdə vətəndaşların problemini deyir. Hörmətli Kəmran müəllim saat 10-da qəbul başlayıb, ya 9-da başlayıb, 12-də necə çıxıb gedirsiniz? Niyə gedirsiniz? Necə ki, Daxili İşlər Naziri, belə nazirə mən deyərim ki, mənim canım qurban. Var olsun Vilayət Eyvazoğlu, Allah qorusun. Necə olur ki, nazir gəlib 2 gün oturub, 3 gün oturub, qəbul keçir, vətəndaşı dinləyə bilir. Siz 2 saat oturub dinləmişsiniz. Bu layiqda dinləyirsiniz dinləyəndə. Məni qəbula niyə yazmayıblar? Hörmətli Kəmran müəllim, üzümü tuturam mən ölkəmizin prezidentinə, cənab prezidentimiz, bəzi rayonlarda olan negativ halların açılması və onlarda şikayət verilməsin deyə, özdə baş prokurorluq deyəlim ki, bilərəkdən özləri vətəndaşımızın siyahıdan çıxardırlar. Bəzi xırda-fərə məsələləri aydınlaşması ilə bağlı ərizələr qəbul edirlər. Ümidvaram ki,
mənim müraciətim cənab prezidentimizin nəzarətində olacaq. Allah prezidentimizi qorusun ki, onun Vilayət Eyvazov kimi naziri var və digər bəzi nazirlərimiz də o cürdür. Cənab prokuror, siz özünüz gözəl insansınız, hörmətli kameraman, yaxşı insansınız. Amma mən bunu bir dəfə də demişəm, bir də deyirəm. Rayonun, bəzi rayonlarda sizin operatorların kimsə nəzarəti çox zəif edir ki, qəbullar bu əcaib vəziyyətə düşür. Mən xahiş edirəm, bir daha xahiş edirəm. Tərtər rayonunda adı çəkdiyi bu 2 nəfər sanksiyadan niyə imtina edirlər? Bu adama sanksiya niyə çıxartmaqdan Tərtər prokuroru imtina edir. Niyə? İkinci, Bərdə rayon prokuroru aydınlaşdı ki, mənim adım qəbulda niyə? Bax, bu hallar araşdırılsa, onda görərik ki, Bərdə rayon prokuroruna Seymur müəllim kimi və digərləri hansı əməllə məşğuldurlar. Üzümü tutulan ölkəmizin prezidenti, Cəmal prezidentimiz qəbul olsa da, olmasa da biz sizinləyik. Bəli, biz bilirik ki, Ramiz Beytiyev kimi bəzi məmurlarımız hələ də var. Onlar xoşa gəlməz əməllərlə məşğuldur. Nə olursa olsun biz sizinləyik. Allah sizi qorusun, var olun, ümidvaram ki, şikayətim araşdırılacaq. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə adiyyəti qurumlara və Allaha qalır.